Bakıda bir qrup şəxsin Chevroletə hücum edərək maşının şüşələrini sındırması və sürücüyə çoxsaylı zərbələr yetirməsinin səbəbi məlum olub. Bu barədə Teleqraf məlumat yayıb. Bildirilib ki, insident sürücülərin yolda bir-birinə qarşı kobudluğundan yaranmayıb, əvvəlcədən planlaşdırılıb və məqsəd sürücünü cəzalandırmaq olub. Mənbə bildirib ki, avtomobilin sürücüsü insidentdə iştirak edən şəxslərdən birinin xanımına qarşı qeyri-etik ifadə işlədib. Qadın isə bu barədə həyat yoldaşına məlumat verib. Bundan sonra Natiq Mustafa Kəmalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli həmin sürücünün arxasınca düşüblər və onu publik şəkildə döyüblər və maşınına ziyan vurublar. Qeyd edək ki, cari il fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə Chevrolet markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafa Kəmalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb ediliblər. Natiq Mustafa Kəmalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidlinin barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb. Binəqədi rayon məhkəməsi istintaq orqanının təqdimatını təmin edib. Məhkəmənin qərarı ilə Mustafa Kəmalov, Cavadov və Rəhmanovun hər biri barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. Hadisədə iştirak edən Zahidli ilə bağlı verilən təqdimat təmin olunmayıb, o sərbəst buraxılıb.